etdiyi vaxtlarda çadırda bədəvi bir ailədən adam olmuşdu. Ailəsi dəvə çobanlığı ilə məşğul olan cahil bir ailə idi. Ancaq Qəddafi gələcəyinin parlaq olduğunu hələ uşaq yaşlarından hiss elətdirirdi. Uşaqlığında aldığı din təhsillərindən sonra ailəsi ona dəstək olmağa davam elədi. Uşağının oxumaq üçün dayanmadan çalışan ata Qəddafinin daha yaxşı təhsil almağı üçün onu şəhərə göndərdi. Maddi çatışmamazlıqla yanaşı bədəvi olduğuna görə də məktəbdə sevilmirdi. Bütün bunların olduğu vaxtlarda Liviya müstəqilliyini elan elədi. Ölkə artıq monarxiya ilə idarə olunurdu. Yeni lider 1-ci İdris oldu. İdris tək adamlıq idarə etmə üsulunu seçdi. Qəddafi isə sonrakı illərdə hərbi məktəbdə oxumağa başladı. Artıq ərəb dünyası və siyasətlə çox yaxından maraqlanırdı. Qəddafi o dövrlərdə bütün ərəblərin lideri kimi tanınan Camal Əbdülnasiri özünə kumir kimi seçmişdi. Bu adam Misirdəki kral rejiminə çevriliş edib köklü dəyişikliklər etmişdi. Qəddafi onun yolu ilə inqilabçı fikirlərə daha da yaxınlaşırdı. Oxuduğu hərbi məktəbdə monarxiyaya qarşı broşura paylayaraq ilk əməllərinə başladı. Bundan əlavə dostları ilə birgə içki satılan bir oteli daşladılar. Bu və bunun kimi hərəkətlərinə görə yaşadığı Safha şəhərindən qovulub Misrataya köçdü. Əskər təliminə davam edən Qəddafinin narazı olduğu başqa bir şey də var idi. O vaxtlarda Liviya əskərlərini İngiltərə əskərləri təlim edirdi. Buna narazılıq edən Qəddafi İngilis zabitlərlə qəti şəkildə yola getmirdi. Ölkədəki ümumi haldan narazı idi. Buna görə də Azad Zabitlər adlı gizli bir təşkilat yaratdı. Gələcəkdə edəcəyi çevriliş üçün ətrafını hazırlamağa başlamışdı. 1965-ci ildə hərbi məktəbdən məzun olub zabit oldu. Çox yox, bir il keçməmişdi ki, Qəddafi yeni bir macəraya başladı. Bir zabit kimi daha da inkişaf etmək üçün İngiltərəyə göndərildi. Burada müxtəlif təlimlər aldıqdan sonra Liviyaya geri qayıtdı. O vaxtlarda Liviyada işlər qaydasında getmirdi. Xalqın fikirlərinin ayrıldığı, ərəb milliyyətçiliyinin dəbdə olduğu vaxtlarda 1-ci İdris qərb yönümlü siyasət aparırdı. O artıq xalqın istəmədiyi birinə çevrilmişdi. Elə bu səbəbdən hakimiyyət əleyhinə aksiyalar başladı. İdris 1969-cu ildə müalicə almaq üçün Türkiyəyə getmişdi. Qəddafi və komandası İdrisin yoxluğunu fürsət bilib əməliyyata başladı. Kazarmalar və dövlət binaları inqilabçılar tərəfindən ələ keçirildi. Qəddafiyə heç bir müdafiə tədbiri ilə rastlaşmadan asanlıqla hakimiyyəti ələ keçirmişdi. Liviyada monarxiya sonlandırılıb Liviya Ərəb Cümhuriyyəti quruldu. Qısası 42 illik hakimiyyətin başlanğıcı bu qərbə çevrilişlə başladı. Qəddafi hakimiyyətə gəldiyi andan İslam sosializmini ideologiya kimi mənimsədi. Liviya xalqı onu qısa zamanda çox sevmişdi. Gənc Qəddafi bu dövrlərdə Sovet hakimiyyəti ilə yaxşı əlaqələr yaratdı. Bundan əlavə ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bir çox şeylər etdi. Kənd təsərrüfatı, neft kimi sektorlarda böyük inkişaf baş verdi. Ölkə iqtisadiyyatının xeyli inkişafı ilə yanaşı ölkə daxili minimum gəlir də rekord səviyyələrə qalxdı. Bundan əlavə demokratik həmlələr də edildi. Qadın-kişi bərabərliyi üçün böyük əziyyət çəkdi. Zahir olan Liviya xalqının lazım təhsili görmək üçün bir çox siyasət yürütdü. Əlavə olaraq Liviya səhiyyə sektorunda dayanmadan inkişaf edirdi. Öz ölkəsinin çox mənimsəməyinə baxmayaraq xarici dünyaya qarşı soyuq idi. Misal ölkəsində olan qərbin hərbi bazalarını ləğv elədi. Ölkəsində yaşayan yəhudilərin və italyanların mal varlığına əl qoydu. Bununla da kifayətlənməyən Qəddafi onları ölkəsindən çıxardı. Qəddafi qazandığı uğurdan həzz alırdı. İqtidarı keçməmişdən əvvəl tək adamlıq rejimi sevmədiyi düşünülürdü. Ancaq o artıq dəyişmişdi. O artıq özü nə istəsə onu edirdi. Qərarlarına şübhə oluna bilməzdi. Bütün gücü öz əlində cəmləmək istədiyinə görə bir çox dostu ilə arası artıq pozulmuşdu. Ancaq özünün iddiasına görə həqiqi demokratiya yalnız Liviyada tətbiq olunurdu. Qəti şəkildə diktator olmadığını deyirdi. Ancaq işə baxın ki, ölkədə Qəddafidən xəbərsiz quş belə uça bilmirdi. Ardı-ardınca gələn uğurlar və böyümələr Qəddafini egoist birinə çevirdi. Hərəkətlərini və danışıqlarını daha sonra analiz edən psixologlar onun meqaloman olduğunu deyirdi. Artıq özünü Liviyanın sahibi kimi görürdü. Bundan əlavə bütün ərəb dünyasını birləşdirmək istəyən Qəddafi bu mövzuda da bir çox həmlə etməyinə baxmayaraq nəticə ala bilmirdi. Liviya Çad Cümhuriyyətinə müharibə elan elədi. Ancaq Fransa Çad Cümhuriyyətinə əsgər kömək etdi və Liviya ordusunun onda biri bu döyüşdə məhv oldu. Nəticə biabırçı idi. Beləcə qərb Qəddafini qınamağa başladı. Bu hadisələrdən sonra onsuz da qərbə soyulan Qəddafinin qərb nifrəti daha da artmışdı. Bütün dünyanın diqqəti Almaniyada keçirilən olimpiyadada idi. Dünyanın müxtəlif yerlərindən minlərlə idmançı burada idi. Hər şey qaydasında gedirdi, ta ki yaşanan o qorxulu hadisəyə qədər. Qara Sentyabr adlı terrorist komanda İsrailin olimpiyada komandasından 11 nəfəri girov götürdü. Sonra bu 11 idmançı öldürüldü. Bundan əlavə bu hadisələr zamanı bir Alman polisi də həyatını itirmişdi. Bir çox ölkə olimpiyadadan çıxıb narazılığını göstərdi. Və bütün dünya bu hücumu qınamağa başladı. Ancaq Qəddafi bütün dünyanın əksinə hücum edənləri qəhrəman adlandırdı. Həyatda qalan terroristlərə ölkəsində yaşama hüququ verdi. Qəddafinin qərb düşmənçiliyinin həddi hüdudu yox idi. Artıq Liviya dünyanın gözündə beynəlxalq terroru dəstəkləyən bir ölkəyə çevrilmişdi. Qəddafi qərbə qarşı hər il daha da aqressivləşirdi. İllər ərzində etdiyi bütün açıqlamalar müzakirəyə səbəb olurdu. Danışığı ilə sanki həmişə kimisə danlayırdı. Ona müxalifət edənləri vətən xaini adlandırırdı.
Qərb haqqında isə ağır sözlər işlədirdi. Bu hadisələrin yaşandığı vaxtlarda Amerika Liviyanın sərhədinə ordu yığmağa başladı. Liviya buna müdaxilə edib hücum etmək istəsə də Amerika onları geri püskürtdü. Artıq məsələ qızışmağa başlayırdı. Amerika Qəddafinin etdiyi hərəkətlərin cavabını verməyə hazırlaşırdı. Buna görə də Amerika qüvvələri 1986-cı ildə Tripoli və Benqazi şəhərlərini bombaladı. Bombalanmada ölənlərin arasında Qəddafinin övladlığa götürdüyü bir qadın da var idi. Bundan əlavə 101 nəfər də həyatını itirmişdi. 2 il keçəndən sonra Amerika hava yollarına aid bir təyyarə Liviyalı tərəfindən bombalandı. Bunun nəticəsində 270 nəfər həyatını itirdi. Bu hadisədən sonra Qəddafi hadisə ilə heç bir əlaqəsinin olmadığını deyib, buna baxmayaraq ölənlərin ailəsinə kompensasiya ödəyəcəyini dedi. Ancaq 2011-ci ildə Liviyada vəzifədə olmuş bir şəxs bu əmri şəxsən Qəddafinin özünün verdiyini iddia elədi. İllər keçib gedirdi. Qəddafi artıq dünyadakı dəyərini itirirdi. Bu vaxtlarda Amerika ilə münasibətlərini düzəltmək istədi. 11 sentyabr hadisələrindən sonra Bin Ladeni tutmaq üçün Amerikaya kömək elədi. Ardınca ölkəsindəki nüvə işlərini dayandırdı. Onun bu hərəkətlərinin nəticəsində Liviyaya olunan embargolar dayandırıldı. Artıq xarici dünya ilə münasibəti normallaşmışdı. Ancaq bu çox çəkmədi. O yenə qərbə qarşı sərt çıxışlar etməyə başladı. 2009-cu il Birləşmiş Millətlər Təşkilatının növbəti iclası. Çıxış üçün söz Liviya lideri Qəddafiyə verilir. Qəddafi bütün dünyanın gözü qarşısında bu sözləri deyib. Bu kommersiya məqsədli biznesdir. Kapitalist şirkətlər peyvənd istehsal edib satsın deyə virus yaradırlar. Bu çox utanc verici haldır. Peyvənd və dərmanlar pulla satılmamalıdır. Səhiyyə ümumiyyətlə pulsuz olmalıdır. Lakin kapitalistlər virus yayaraq pul qazanmaq istəyir. Bəli, Qəddafi bu sözləri deyəndə dünya hələ koronavirusla tanış değildi. Fikrini bitirdikdən sonra isə o Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini cırıb atdı. Bu Qəddafinin sonunun başlanğıcı idi. Artıq Liviyada işlər qaydasında getmirdi. Əhalidən kimsə ona müxalifət etdikdə edam olunurdu. Liviyaya qarşı olan hamını edam edəcəm deyirdi. Uzun illər belə keçdi. Bu müddət ərzində xalqla Qəddafinin arası xeyli pozuldu. Onun xalqına qarşı etdiklərindən sonra yenidən embargolar başladı. 2011-ci ildə insan hüquqları müdafiəçisinin həbs olunmağı səbirləri tükədən son həmləsi idi. Ərəb baharının da təsiri ilə 15 fevraldan etibarən Benqazi şəhərində Qəddafiyə qarşı aksiyalar başladı. Aksiyalar genişlədi və ölkə ərazisində hər yerə yayıldı. Bu Liviya tarixindəki ən geniş və sərt aksiya idi. Liviyadakı hakimiyyət aksiyasılara ölümcül müdaxilə edirdi. Gücü struktur aksiyasıları güllələməyə başladı. Əlavə olaraq tanklar, döyüş təyyarələri, vertolyotlar və gəmilər aksiyasılara qarşı istifadə olunurdu. Qəddafi çox əsəbləşmişdi. Bütün dünya ona getmək üçün təzyiq elədiyi vaxtlarda o getməyəcəyini dedi. Bu aksiyaların səbəbi kimi başqa ölkələri günahlandırırdı. أنتم دقت ساعة العمل، دقت ساعة الزحف، دقت ساعة الانتصار. İnternet və başqa ölkələrlə danışıq Qəddafinin əmri ilə bir müddətlik ləğv olundu. 21 fevralda Qəddafinin oğlu televiziya yayımına çıxdı və aksiyasılara meydan oxudu. Bu danışıq sözün əsl mənasında ölkə daxili müharibənin qızışmağına səbəb oldu. Ancaq Qəddafi üçün vəziyyət get-gedə pisləşirdi. Aksiyasılar əzici bir üstünlüklə şəhərləri işğal edib paytaxta doğru üst tutdular. 23 avqust 2011-ci ildə paytaxt ələ keçirildi. Beləcə 42 illik Qəddafi rejimi rəsmi olaraq çevrildi. Qəddafi artıq gizlənirdi. Sirt şəhərində gizləndiyi vaxtlarda NATO onun yerini aşkar elədi. Amerikanın insansız hava vasitələri və Fransanın döyüş təyyarələri Qəddafinin kolonuna hücumlar elədi. Bu hücumdan sonra NATO Qəddafinin yerini müxalif döyüşçülərə verdi. Havadan və qaradan sıxışdırılan Qəddafi bir kanalizasiya borusunda gizlənmiş vəziyyətdə tutuldu. Ardınca xalqın hücumuna məruz qalan Qəddafi bunları deyirdi. Mən sizin atanızam, mənə etdiyiniz haramdır, siz günaha batırsınız, övladlarım. Saatlar sonra Qəddafi müxaliflər tərəfindən öldürüldü. 42 illik iqtidar NATO ilə əlbir olan xalqın əlində can verdi. Onun ölüm xəbərini xalq sevinclə qarşıladı. Getdiyi ölkələrdə bədəvi çadırı qurduruq daim milli geyimlərlə gəzən bu qərib adam tarixi adını belə yazırdı. Onun kimi qəribə bir adam görə bilərikmi bilmirik. Bəs siz nə düşünürsünüz? Getdiyi ölkələrdə bədəvi çadırı qurduruq daim milli geyimlərlə gəzən bu qəribə adam tarixi adını belə yazdırdı. Onun kimi qəribə bir adam görə bilərikmi bilmirik. Bəs siz nə düşünürsünüz? Rəylərdə bizə bölüşməyi unutmayın. Video sona çatdı dostlar.